İnna minəl mücrimin muntaqimun. Biz sözsüz və heç bir şübhəsiz qəti şəkildə cinayətkarlardan intiqam alanıq. Bu mütləqdir. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Həm İmam Hüseyin əleyhissalamın əzadarlıqları, həm onun balası, dövrün pak qanının sahibi Seyyid Əli Xameneyi Həzrətlərinin əzadarlığı münasibəti ilə başda İmam-ı Zaman əleyhissalam olmaqla sizlərə təsliyyət deyirik. Hal-hazırda İran İslam Respublikasında bütün dünyanın, dost və düşmənin, hər kəsin gözünün qarşısında möhtəşəm, düşmənlər üçün həddən çox qorxuducu, dəyişməkdə olan dünya nizamı və düzənini təkmilləşdirəcək və düşmənlərin son planlarını tamamilə alt-üst edəcək cənazə mərasimi həyata keçirilir. Bu mərasim başdan ayağa müxtəlif siyasi təhlükəsizlik, hərbi, cihad və əsasən də ideoloji mesajlarla doludur. Bu mesajlar meydanda insanların verdiyi şüarlardan tutmuş, rəhbərin cənazəsini yad edib əziz tutmağa gələn müxtəlif ölkələrin heyətləri qarşısında hərəsinin özünə uyğun oxunulan Qur'an ayələrinə qədər bütün dünyanın diqqət mərkəzindədir. Mən dünəndən bu cənazə mərasimini təbii ki, İran İslam Respublikasının Milli Televiziyası yayımlayır. Bir çox bölümlərinə baxmağa çalışıram, canlı formada gedir. Şəxsən mənim diqqətimi cəlb edən bir məsələ var idi. Birinci, insanlar bugün cənazə mərasimini başlamamış, dünən bilirsiniz də bütün günü biz Telegram kanalımızda da xəbərlərini operativ olaraq yayımlayırıq. Ki, həmişə olduğu kimi kanalımızın da linkini komment bölməsində pin edirik və adlıq, başlıq bölməsində də vurub abunə ola bilərsiniz. Deməli, dünən insanlar cənazə mərasiminə başlamamış, dünyadan gələn qonaqları, heyətləri dəvət edirdilər, gəlib cənazələrin qarşısında öz ehtiramlarını bildirirdilər, yad edirdilər və bir dəqiqəlik filan, ondan sonra müxtəlif heyətlər dəyişirdi. Orada mənim şəxsən diqqətimi bir nöqtə cəlb eləməyə başlamışdı. Əlbəttə, tam dərinliyinə qədər bəzən göstərmirdilər, bəzən də vaxtım olmurdu baxmağa, amma imkan eləyən kimi baxırdım bu canlı proseslərə. Hər heyətin qarşısında, hər ölkənin heyətinin qarşısından bir xüsusi ayə oxunurdu. Necə ki, hər dəfə şəhid rəhbərimiz çıxış eləyəndə biz əvvəlki təhlillərimiz baxanlar yadlarında olar, biz toxunurduq rəhbərin başının üstündə vurulan plakatda o söhbətə uyğun olan ayə və ya hədis qoyulurdu. Bu dəfə də insanlar heyətlərdən sonra bugün başlayan cənazə mərasimində Tehranın musallasında bir ayə qoyulub. Ondan da danışacağım. Amma dünən ölkələrin heyətlərinin hərəsinin özünə uyğun ayələr oxunmağa başladı. Bu mənim şəxsən diqqətimi cəlb elədi. Və bugün baxıram ki, bəzi medialar artıq, təbii ki, dünya mediaların işi orada gedən prosesləri və xırdalıqları və mühüm məqamları tutmaqdır. Bəzi medialar bu ayələrə diqqət eləyib. Müxtəlif heyətlər, hamısını gətirməyiblər. Amma mən bəzilərini də qeyd eləmişəm. Bəzilərini özüm baxmışam bu qeyd olunan, bəzilərini yox. Məsələn, Qətərin heyətinin qarşısında qeyd olunan ayə budur.
ki, İran bu heyətin qarşısında oxuduğu ayə. Fəth surəsinin 2-ci ayəsi. Ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın və sənə olan nemətlərini tamamlasın, səni doğru yola yönəltsin, Allah sənə şanlı bir zəfərlə yardım etsin. Məsələn, Türkiyə heyətinin qarşısında, yəni ziyarətə gələn Türkiyə heyətinin qarşısında oxunan ayə, qeyd olunan ayə budur. Nisa surəsi 95-ci ayə. Möminlərdən üzür sahibi olanlar istisna olmaqla oturub qalanlar, malları və canları ilə Allah yolunda cihad edənlərlə eyni ola bilməzlər. Yəni, üzür sahibi olub cihada getməyən möminlərin Allah üzrünü qəbul edir. Onları çıxmaq şərti ilə möminlərin içərisindən, müsəlmanlıq iddiası eləyənlərin içərisindən Allah düşmənləri ilə savaşmayanlar, oturub yerində sayanlar, Allah düşmənlərinə qarşı canı, malı ilə cihad edənlərin yanında aşağıdırlar. Allah malları və canları ilə cihad edənləri dərəcə baxımından oturanlardan üstün etmişdir. Həmas heyətinin qarşısında bir ayə. Mən hamısını oxumuram. Hizbullah heyətinin ayəsində bilirsən, bunlar üçün hansı ayələr oxula bilər? Yəmənlilər, Misirlilər və s. Bu dediyimiz kimi, bu cənazə mərasimi hələ ki təzə başlayıb insanlar Tehranda 3 gün çəkəcək, sonra gələcək bizə Quma. Qəribə formada gedir. Bayaq da ərz etdim. Telegram kanalımızda bunun operativ yerləşdiririk qəribəliklərini. Bu cənazə mərasimi bayaq dediyim kimi dünyanın hətta alt proseslərdə gedən bəzi kəşfiyyat, təhlükəsizlik, siyasi və jeopolitik oyunlarını üzə çıxarır. Və verilən şüarlar özü də çox maraqlıdır. Amma gəlin, burada verilən ayəyə əvvəl toxunaq və verilən mesajları və simvolik mesajları tamamlayan bir məsələyə toxunacam ondan sonra. Deməli, bugünkü Tehranın musallası sübh İran vaxtı ilə saat 6-da açıldı. İnsanlar artıq milyonlar Tehrana gəlib və sözün həqiqi mənasında milyonlardır. Sadəcə Tehranda gözlənilən 15-30 milyon arası ehtimal var insan olsun. Çünki Tehran şəhər olaraq onsuz da 10-15 milyon arası əhalisi var, amma Tehran əyalət olaraq çoxdur, 20, bəlkə də daha çox milyon əhalisi var. Burada Tehranın müsallasında cənazələr qoyulub, üstündəki Quran ayəsi. Necə ki, rəhbərimiz oturardı, şəhid rəhbərimiz o ayəni plakatda qoyardılar. İndi bu cənazələrin üstündə qəribə, mən baxırdım televizorda, diqqətimi bu ayədə çəkdi. Ayə nədir? Ayə belədir. Allah Peyğəmbərinə buyurur ki, qul, Peyğəmbər, onlara de. Nə desin? Ə'izukum, sizə mənim nəsihətim və muizəm və tövsiyəm budur ki, ən təqumu lillah, Allah yolunda qiyama qalxın. Məsna və furada, iki, tək, fərdi. Bu cənazə mərasimlərinin, ümumiyyətlə bu bir həftə çəkəcək cənazə mərasiminin ümumi şüarı da bayəd bərxastdır. Farsında, yəni qiyam etmək lazımdır, ayağa qalxmaq lazımdır. Necə ki, bugün Sepahın aerokosmik qüvvələrinin də biz Telegram kanalında şəklini yayımladıq. Müharibə dövründə, yəni nizami hərbi müharibə dövründə Amerika və siyonistlərin, belə deyək, qəniminə çevrilmiş partlayıcı başlığı gücləndirilmək, belə deyək, funksiyasına malik olan İmad cihadlarının, raketlərin üzərinə bugün yazmışdılar həmin şüarı, bayəd bərxast, ayağa qalxmaq lazımdır. Ümumiyyətlə bu cənazə mərasiminin şüarı ayağa qalxmaq və qiyam şüarıdır və bugün biz bunu həqiqi mənada müşahidə edirik.
Qumun özündə 2-3 gün sonra gələcək, amma Qumun özündə bizim evimiz də hərəm yaxınlığındadır. Hərəmi yaxınlığında, hərəmin ətrafı, uzağında, yaxında hər yerdə qiyam ab-ı havası getdikcə çoxalır. Keçən proqramımızı izləməmişsinizsə, gedin bir daha izləyin. Keçən və ondan öncəki, məxsusən keçən proqram, orada biz buna görə təkid edirdik ki, qarşı tərəfi iki ərbəyin qorxudur. İki ərbəyin arasındakı məsafə. Bir, imamın gecikmiş ərbəyini, İmam Xamenei Həzrətlərinin, bir də ondan o tərəfə 24 gün hardasa fasilə var ki, İmam Hüseynin ərbəyinə qədər olacaq məsafə. Bunları həddən çox qorxudur. Buna görə də bunlar müxtəlif addımlar atırlar. Məsələn, Amerika bəzi ölkələrə təzyiq edirdi ki, gəlib iştirak eləməsinlər. Hətta sui-qəsd ehtimalları da verilir ki, Xatəmül Ənbiya qərargahı çox ciddi xəbərdarlıq göndərdi. Yəni, mən 90% ehtimal vermirəm bu axmaqlıq edələr. Amma 5-10% bu axmaqlığı etsələr, zahiri acı görünə bilər. Amma bayaq dedim, bu cənazə bir çox planları alt üst edəcək. Bu axmaqlığa əl atsalar, Xatəmül Ənbiya qərargahı deyir ki, hər hansı bir axmaqlıq çox ağır cavab veriləcək və keçən proqrama yenə də deyirəm, gedin yönəlin, baxın, orada biz danışdıq, Qiyamət raketi və ondan öncəki proqramımıza baxın. Bu iki proqram sizə hər şeyi deyəcək bugünkü danışdıqlarımız barəsində. Amma Trump, Netanyahu və Amerika və Siyonist rejimin başçıları və onların əmrlərini icra edənlər öldürülmə əmri verilib. Öldürülmə əmri kimdən verilib? Elə belə orqandan verilməyib. İranın ekspertlər məclisi Xobreqanı, ki, hamı bir çox adam artıq bilər dünyada, yəni rəhbərliyi İranda Vəli Fəqihin təyin edən bir ilahi qurumdur. Nizamın qalın qırmızı xətlərini təyin edən bir qurumdur. Bu 3-4 gün bu cənazə mərasimindən qabaq bir 10 maddəli bəyaniyyə verdi. Burada İranın müzakirə timinə, digər məsullarına xəbərdarlıqlar da edildi, rəhbərin xəttini qorumaları təkid edildi. İndi onlardan danışarıq, o maddələrdən, nə bilim, qarşı tərəfin hilələrindən ehtiyatlı olmaq, hamısı təkid edildi. Amma bu maddələrdən ikincisində qisas məsələsi ortaya atılır. Bu, həm siyasi məsullara və məmurlaradır, həm də ümumi, hətta mənə sənə ölüm hökmü çıxarılıb. Gec-tez bu yerinə yetiriləcək inşallah. Bax, ona görə dedim ki, bugünkü cənazə məclisləri o Xobreqanın bu xəbərdarlığını tamamlayır. Xobreqanın xəbərdarlığı nədir? İkinci bənd. Təcavüzkarların müəyyən edilməsi və son müharibənin qanlı cinayətlərinin törədicilərinin, xüsusən də cinayətkar Amerika Birləşmiş Ştatları prezidentinin və Siyonist rejimin çirkin baş nazirinin müəyyən edilməsi və tanıdılması, onların cəzalandırılması və ümmətin şəhid imamının qanının qisasının alınması məsələsi heç bir şəkildə nəzərdən qaçırılmamalıdır. Bu məsələ boş tutulub laqeyd edilməməlidir. Və son hissə və onlara əli çatan, yəni Trump, Amerikanın nazirləri, bu işə əmr edənlər, bu işi icra edənlər, Siyonist rejimin başçıları, onlara əli çatan hər bir məsul şəxs, yəni burada buyurur mükəlləf, dini termində, yəni məsul, bizlərə deyirlər mükəlləf, biz təklif götürmüşük boynumuza, həll eləməliyik. Vəzifəli, bizim boynumuzda vəzifə var. Məsul şəxs, onlara əli çatan hər bir mükəlləf şəxsin borcudur ki, bu cinayətkarları cəhənnəmə vasil etsin. Bax, bu cürdə də bedərək vasil konən. Fars dili bilənlər bilir, bedərək, yəni cəhənnəmin dibinə vasil etsin. Bu mesaj iki başlıdır. Bir, vasil ediləcək inşallah, hər hansı bir formada biz bilmərik. İki, hər birimizin vəzifəsidir, onlar və onların mənfəətini güdən
hər bir kəs, hər bir ölkədə olursa olsun, onların mənafeləri, dükanları, onlara xidmət edən restoranlar, məsələn, McDonald's kimi və s. müxtəlif onların nə mənafeyi və nə adamları var. Hər ölkədə, hətta o ölkənin ola bilər hakimiyyət dairələrinə yaxındır. Amma bunlara xidmət edir. Bizim çıxardığımız nəticə budur ki, bizə vacibdir. Əli çatan hər kəsə. Əsas budur ki, cinayətin başında duran bu şəxslərə və onları idarə edənlərə və onlara bu işlərdə, bu cinayətdə kömək edənlərə. Amma bu cinayətin bura gəlib yetişməsində əməyi olan müxtəlif ölkələrdə bunların mənafeləri var. Arifə bir işarə bəsti deyiblər, bizə işarə verilib. İkinci məsələyə diqqət eləyək, əzizlər. Şəhid General Səlami, Sepahın baş komandanı, ki ondan sonra Paçpur gəldi və bugün General Vəhididir. General Səlami bir məsələ, bilirsiniz də, o stratejiyası güclüydü. O sadiq vəd əməliyyatlarını strateji bir proses və tədrici bir proses görürdü. Bunu nəzərə almaq lazımdır. Bunlar dəfələrlə yadınıza gəlirsə biz qeyd edirdik. Bu tədrici bir prosesdir və xərçəng şişinin kəsilmə prosesidir regiondan. Bu proses getdikcə, bu şiş kəsildikcə və əsas həssas yerlərə çatdıqca daha ehtiyatla, amma daha operativ və intensiv şəkildə və daha gözlənilməz zərbələrlə yerinə yetirilməlidir və daha böyük şoklarla yerinə yetirilməlidir. Bugün bu proseslər gedir və yenə də deyirəm, təkrar edirəm, son iki proqramımıza baxın. Bu Ərbəyinlə İmam Hüseyn əleyhissalamın Ərbəyini arasında böyük həlledici proseslər çoxu bəlkə də arxa planda olacaq, amma ön planda da mən şəxsən gözləyirəm. Bir bu mərhələdir, bir Ərbəyindən sonra, İmam Hüseynin Ərbəyindən sonra ki, ta sentyabr ayına qədər və sentyabrdan noyabr aylarına qədər 3 mərhələdə gözləməyə dəyər. Və sanki bu cuşa gəlmə prosesi və bu tədrici sadiq vəd prosesləri bizə aparır rəhbərin həqiqi qisasına doğru. Əgər General Səlaminin də sözü ilə baxsaq bu məsələyə ki, bir tədrici sadiq vəd prosesləridir. 4-ü yerinə yetirilib, 5-incisi Ali Əbanın 5-incisi olan İmam Hüseynin adına olar. İndi mənim bu öz nəzərimdir, fikrimdir. Burada artıq sözün həqiqi mənasında bütün dünya daha yaxından hiss edəcək ki, Qüds artıq azad olmaq üzrədir inşallah, Allahın izni ilə. Və bu tədrici prosesdir deyə rəhbərimizin qanının əsas intiqamı Qüdsün azadlığı və Amerikanın regiondan çıxmasıdır. Əlbəttə, biraz da xırdalasaq, Amerikanın regiondan çıxması Hacı Qasım Süleymaninin qanının intiqamıdır, müqavimət qüvvələri əli ilə, çünki müqavimət Hacı Qasımın töhfəsidir Allahın izni ilə. Amma Qüdsün azadlığı da Siyonist rejimin bu torpaqlardan nabud olmağı və təmizlənməsidir. O son proqramda dediyimiz İranın o qiyamət silahı kimi, cleaner, yəni təmizləyici adı verilib o silaha. Bu proseslər və dediyimiz bu mərhələlər bizə onu göstərir və deməyə də bəlkə də əsas verir ki, böyük ehtimalla son proqramlarda bir məsələyə toxunduq, hətta şəhid rəhbərinin çıxışını da qoyduq orada sizin üçün. Ki, Amerika məcbur olub İsraili təhvil verməlidir. Əgər təhvil verib getməsi hər halda, istəyir masa arxasında, istəyir də raketlərlə ki, mən daha böyük ehtimal verirəm, raketlərlə şapalaq yeməmiş özünə gələn deyil. Məcbur olub, necə deyərlər, təhvil verməlidir. Bu Hacı Qasım Süleymaninin qanıdır, birinci Nəfsi Zəkiyyə. Və bütün dünyanı oyadan Nəfsi Zəkiyyə isə şəhid rəhbərimizin qanıdır ki, Amerikanın quduz itinin böyük cəzaya məruz qalması. Baxın, əzizlər, bu bizə göstərir ki, həqiqətən də sadiq vədlər
Qudüsün azadlığına doğru gedən tədrici strategiyadır ki, hər addım atıldıqca proseslər daha sürətlənir, sürprizlər daha çoxalır və intensivləşir. Qarşı tərəf hər bir formada terrorçuları mümkündür bu gündə daha da qızışdırıb, məxsusən İran İslam Respublikasının təhlükəsizlik orqanları, kəşfiyyat orqanları, ordusu, hava, bütün ordu sistemi xüsusi nəzarət etməlidir şimal-qərb və şimal hissələri, yəni Qafqaz bölgəsi və iqlim tərəfə ki, nəzarətdədirlər də. Mümkündür də İran tərəfdən sürpriz olsun, biz bilmirik, keçən proqramlarda da qeyd etdik. Amma hər halda bunlar müxtəlif formalarda, hətta cənub-şərq tərəfdən baş qatıb bir neçə əvvəllər sadaladığımız versiyanı yerinə yetirmək istəyirlər. Çünki Hormuz qırtlağı sıxıldıqca Amerika boğulur. Amerika boğulur və İran hələ istəyir silah, texnologiya mənasında, istəyir taktika, taktiki gedişlər mənasında, məsələn, Babülməndəb və digər silahlarını hələ, çox silahlarını hələ açıb göstərməyib. Hər halda 5-ci Sadiq Vəd böyük ölçüdə bu yaranan coşqu, bu cənazə mərasimindən yaranan coşqunun nəticəsi olaraq strategiyanın son nöqtəsini bu dönəm üçün qoya bilər ki, artıq zuhura doğru İslam Respublikasının İranın mərkəzliyi ilə yeni bir dönəmin açılışı təkmilləşəcək Allahın izni ilə. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.